müəyyən əvəzlik adına baxın, qeyri-müəyyən. Deməli, siz bu əvəzliyi qeyri-müəyyəndə dəqiq bilmirsiniz. Məsələn, deyirəm ki, hamı. Axı, hamı əvəzlikdir. Qeyri-müəyyəndir də, yəni hamı, mən konkret ad çəkmədim axı, hamı. Deməli, qeyri-müəyyəndir. Hər kəs qeyri-müəyyəndir. Sonra, məsələn, bəzi qeyri-müəyyəndir. Kimsə qeyri-müəyyəndir. Bura diqqətli olun, bir kimsə var, bir də kimisə var. Yəni, bu ayrıda yazıla bilir. Belə yazılsa düzəltmədir, belə yazılsa mürəkkəbdir. Kimsə də yazılır, kim isə də belə də yazılır. Və s. Nə isə, hər şey, belə bunlar kimi, bunlar qeyri-müəyyən əvəzliklərdir. Qeyri-müəyyən əvəzliklərdə şəxs əvəzlikləri kimi ismin xüsusiyyətini daşıyır. İsmin xüsusiyyətini daşıyırsa, deməli ismin suallarına cavab verəcək. Yəni, bunun da sualları kim, bir də ki, nə sualına cavab verəcək. Çünki ismin xüsusiyyətini daşıyır. Bura sual qoyun. Məsələn, bax, hamı gəldi. Baxın, nə etdi? Gəldi. Kim? Hamı. Qeyri-müəyyən əvəzlikdir. İsmin sualına cavab verdi. İsim kimi mübtəda oldu. Qeyri-müəyyən əvəzlikdə isim kimi mənsubiyyətə görə bəziləri dəyişir. Burada çoxsu mənsubiyyətə görə dəyişir, hallanır. Bir də buradan sizə bir şey deyim. Qeyri-müəyyən əvəzliklərdən bəzi var. Bu bəzi. Uşaqların bu ən çox yadından çıxan yerdir. Bəzi sifətin yerində işlənir, yəni cümlədə təyin ola bilir. Məsələn, bəzi uşaqlar, sual verin, hansı uşaqlar? Bəzi uşaqlar. Cümlədə təyin oldu. Qeyri-müəyyən əvəzlikdir. Cümlədə təyin oldu. Elə bəzi demişkən bir də bunu deyim, bəzi əvəzliyi desək ki, hallanır. Hallanır, necə hallanır? Mənsubiyyət qəbul edəndən sonra hallanır, yoxsa hallana bilməz. Məsələn, siz deyə bilmərsiniz ki, bəzidən deyə bilmirsən. Bəzisindən deyirsən, bəzisindən. Deməli, bəzi əvəzliyi mənsubiyyət qəbul edəndən sonra hal qəbul edir. Yoxsa belə durduğu yerdə qəbul edə bilməz hal şəkilsi. Sonra, kim isə, nə isə, bax, ayrı yazılan, buna deyir ki, hallanmır, mənsubiyyətə görə dəyişmir. Bu hallanır kimsə, belə bitişik yazılanda, məsələn, deyirəm ki, kimsəmiz yox idi, hallandı. Amma ayrı yazılan kim isə hallanmır. Deyə bilərsiniz, kimim isə, o birinci tərəfdir. Mənsubiyyət qəbul elədi, alan birinci tərəfdir. Biz bunu saymırıq ki, mənsubiyyət hal şəkilsi sözün sonuna qoşulur. Burada, yəni ayrı yazılanda bu hallanmır, mənsubiyyətə görə dəyişmir. Belə.